Dinimizdə qəbir daşı anlayışı yoxdur. Yəni qəbrin üstünə hansısa bir dəmirdən, daşdan və yaxud da başqa bir əşkəyadan nişangah qoyula bilər ki, qəbir itməsin və tanınsın ki, ziyarət edənlər gedib o qəbri axtarıb tapanda tapa bilsinlər. Amma bu çox sonralar yaranıb ki, məzarların üstündə müxtəlif günbəzlər tikiblər, müxtəlif böyük daşlar qoydular və təəssüflər olsun ki, son dövrümüzdə bizim ölkəmizdə də bu artıq bir ənənəvi xarakter alıbdır. Yəni qəbirlərin üstündə böyük daşlar qoyurlar, qara mərmərlər, bahalı mərmərlər, digər talvar tikirlər, mərək tikirlər, nə bilim üstündə müxtəlif çarboz düzəldirlər, qəribə işlər, hətta çəkiliş kamera qoyanlar da var. Yəni bunların hamısı yanlışdır və düzgün deyil, dinimizin əleyhinədir bunlar. Birinci, dinimizdə bu cür təmtəraqlı daşlar qoymaq haramdır. Yəni bu bütpərəstliyin əlamətlərindən biridir. İkinci bir tərəfdən bu israfdır, qəbirstanlığın torpağını israfdır və digər tərəfdən də insanın özü üçün israfdır ki, bu pulu həmin daşlara, qayalara verib aparıb ölülərin üstünə yığırlar. Bu qətiyyən yol verilməz bir məsələdir. Milyonlar yatır bu dəqiqə bizim qəbirstanlıqlarımızda. Sanki məzarlıqlarda bir böyük şəhər, qəsəbə salır insanlar. Sanki bir yarış gedir, sanki bir mübarizə gedir orada. Ki, kim kimdən daha bahalı, daha böyük mərmər qoyacaq, kim daha yekə daş qoyacaq. Bunun qarşısı alınmalıdır. Görünən odur ki, xaosdur. Yəni, bu məzarlıqlarda bir nəzarət deyilən bir şey yoxdur. Varlı, imkanlı vəzifəli şəxslər orada böyük yerləri, əsas mərkəzi yerləri tutublar. Deməli, bu yerin altında da insanlar rahat yatmağa qoyulur. Kasıb, imkansız adamlar da gelib bir kənarda bir gölməçəli bir yerdə tutaq görürsünə bir zülümlə yer tapır ya yox. Sonra da bu məsələ meydana çıxanda da deyirlər ki, mərtəbəli qəbir düzəltmək lazımdır. Bu cür, niyə axı bu bəzi əlində fürsətçil adamlar gedib orada hektarlarla yeri zəbt eləməlidir? Kasıb, imkansız adam da sonra mərtəbəli qəbirdə dəfn olmalıdır və yaxud ona yandırmağı təklif eləməlidirlər. Yəni, bax, bu sosial ədaləti pozur, nizamı pozur, bu ümumiyyətlə xalqımızın ənənələrinə də ziddir, dinimizə də ziddir. Bu doğru məsələ deyil. Peyğəmbərin vəsiyyətində, nəsiyyətində, hədislərində də bu cürdür ki, mənim məzarımın üstünü dörd barmaqdan artıq qaldırmayın, dəbdəbəli hala salmayın, məscidə ibadət cihad çevirməyin. Ona görə bir standart forma nəzərdə tutulmalıdır və bu da hər yerdə tətbiq olunmalıdır ki, varlı da, kasıb da, imkanlı da, imkansız da, hər kəs tanınmış məşhur dahi şəxslərə bu olmalıdır. Bunu bir növ vacib hesab etmək olar indiki dövrün tələblərinə uyğun olaraq. Amma daha yoxsa bütün vətəndaşlar ucundan tutma şəkildə hamısı qəbirstanlıqda hərəsi bir qədər yeri də zəbt edib böyük qayaları ora yığmaq, bu böyük bir israfdır, məsrəfçilikdir, haramdır, günahdır bu. Onun əvəzinə kasıb adama, imkansız adama, bir yetimə, miskinə kömək eləmək, yardım eləmək, öz kəndin, elin, qəsəbən üçün yararlı bir iş görmək olar, qulaq çəkib körpü salmaq olar. Yoxsa boyda daş aparıb qəbirstanlığa yığmağın nə mənası var? Bax, bunları mən hesab edirəm, çox ciddi şəkildə bu xaosun qarşısı alınmalıdır bu qəbirstanlıqlarda.